Salam əziz izləyicilər, Qoyunçuluq kanalıma xoş gəlmisiniz. Hər vaxtınız xeyirli, bərəkətli olsun. Bugün sizə yeni və maraqlı bir video ilə gəldik. Əminəm ki, videomuzu bəyənəcəksiniz. Kanalımız və fəaliyyətimiz yeni olduğu üçün sizdən xahiş edirik kanalımıza abunə olun və videolarımızı paylaşmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Nə qədər çox bəyənib paylaşım etsəniz, o qədər də videolarımızın davamı gələcək. İndi isə qoyunçuluğun necə bir sahə olduğu mövzusuna keçək. Bir çox insan düşünür ki, qoyun saxlamaq sadəcə heyvan otarmaqdır. Amma əslində qoyunçuluq planlama, hesab və ciddi nəzarət tələb edən bir təsərrüfat sahəsidir. Qoyunçuluqda gəlir var, amma bu gəlir necə formalaşır? Bir qoyundan ildə nə qədər qazanc əldə etmək mümkündür? Xərclər və real gəlir hesablamaları necə aparılır? Bu sualların hamısını növbəti videolarımızda ayrıca və detallı şəkildə işıqlandıracaq. Öncəliklə deməliyəm ki, qoyunçuluq çox diqqət tələb edir. Yemləmə, su təminatı, təmizlik, sağlamlıq nəzarəti. Bunlar hər gün davam edən prosesdir. Təsərrüfatda bir gün necə keçir? Hansı çətinliklərlə üzləşirik? Bu barədə də ayrıca video hazırlayacaq. Tövlə şəraiti isə işin əsas təməlidir. Hava dövranı, rütubət və düzgün planlama olmazsa, heyvandan məhsuldarlıq gözləmək çətindir. Tövlənin necə qurulmalı olduğunu da gələcək videolarımızda izah edəcəyik. Yeni doğulan quzular. Quzular isə bəli, təsərrüfatın gələcəyidir. İlk gündən düzgün qulluq çox önəmlidir. Quzuların saxlanması və böyüdülməsi ilə bağlı ayrıca geniş mövzu açacaq. Bu kanal boş danışıq üçün açılmayıb. Bu kanal real təcrübə üçündür. Burada gördüyünüz hər şey real təsərrüfat həyatıdır. Bəli, qoyunçuluqda gəlir var. Gəlirin detalları, real hesablamalar və bu işin incəlikləri haqqında gələcək videolarımızda sizə açıq şəkildə danışacaq. Gələcək videolarımızda həm öz təcrübəmizdən, həm də uzun illərdir takib etdiyim Avropa və Türkiyə qoyunçuluğundan, dünyada olan müasir şəraitdə qurulan fermalardan və araşdırdığım bütün qoyun cinslərindən söhbət edəcək. Əgər siz də bu sahəyə başlamaq istəyirsiniz və artıq qoyunçuluqla məşğulsunuzsa, kanalıma abunə olun, yeni videolarda qaçırmayın. Fikirlərinizi də bildirə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti videolarımızda görüşənədək sağlıqla qalın.